Elə oldu ki, aylarla elektrik olmadı. Neft ləmpəsiyle istifadə edib, onunla işləyirdik, onunla yaşayırdıq. Qışda işitmə yoxdu, cəmaat donurdu. Ağaçların çoxunu kəstilər ki, uşaqları xilas etsinlər. Mən o vaxt, o ağır vəziyyətdə xalqla bir yerdə oldum və Muxtar Respublikasının əhalisinə dəfələrlə dedim, biz bir yerdə yaşayacağıq, bir yerdə vuruşacağıq və bir yerdə bu vəziyyətdən çıxacağıq. Donsaq da bir yerdə donacağıq, ölsək də bir yerdə öləcəyik, əziyyətləri də bir yerdə çəkirik. Ancaq nə qədər çətin olsa biz bunlara dözəcəyik və bu günlərdən çıxacağıq. Ondan sonra isə Naxçıvanın Ali Məclisinin qarşısında olan o böyük meydanda davamlı keçirilən mitinglərin təzyiqi nəticəsində mən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçildim.